Bir daha salam, əziz dostlar, əziz xanımlar. Biz bugün yenidən farel balığının sifarişini götürdük. İnşallah ki, hər bölümünü göstərəcəm sizə. Bəli, bu da bizim balığımızın doğranmış halidir. İnşallah ki, qızardılmış halini də göstərəcəm. Bəli, əziz izləyicilərim, bu da bizim farel balığımızın qızardılması və qədimi 90-cı illərin tavasında. Neçə illərdir ki, mən bu tavada balıqları qızardıram həmişə. Bu mənim balığa ayırdığım, balıq qızartmasına ayırdığım tavadır. Mən tefal, yapışmaz tavalar qətiyyən işlətmirəm. Bundan sonra bilmirəm, işlədərəm, işlətmərəm, amma indi hal-hazırda bu vaxta qədər, indiyənə qədər o tavalardan mən istifadə eləməmişəm, işlətməmişəm. Ancaq görürsünüz, bu qədimi tavadan istifadə edirəm. Bəli, əziz izləyicilərimiz, bizim sifariş farel balıqlarımız hazırdır. Belə paketləyib qablaşdırıb göndəririk.